Ən gözəl xatirələrimdən biri nənəmlə keçən uşaqlıq illərimdəndir. Həyatın ən saf, ən səmimi vaxtları idi o günlər. Nənəmin evində hər şey başqa cür idi. Çayının qoxusu da, sükutunun istiliyi də, sözlərinin sakitliyi də. Səhərlər onun səsinə oyanmaq, axşamlar nağıllarına qulaq asa-asa yuxuya getmək. Nə dərd var idi, nə də harasa tələsirdik. Hər şey sadə idi, amma ürək dolu idi. Zaman da yavaş keçirdi sanki. O vaxtlar xoşbəxtlik bu qədər uzaq değildi. Bir parça çörək, isti bir qucaq, şəfqətli bir baxış yetirdi. Zaman keçdi, biz böyüdük, dünya dəyişdi. Amma nənəmin o evi, o qoxu, o baxışlar yaddaşımda həmişə eyni qaldı. İndi mən ən çox nənəmlə birlikdə olduğum günlər üçün darıxıram. Çünki nənə olan yerdə uşaqlıq heç vaxt bitmir. Yaxşı ki varsan, əziz nənəm.